müqabili Səs qəzetinin baş redaktoru, Səs TV televiziyasının rəhbəri, bir də Səs İnformasiya Agentliyi başı, həm də fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Siyasət aləmində öz sözü demiş, Azərbaycan Partiyasının siyasət haqqında sözü demiş, şəxsdir, Respublikanın dayanıqlı şəxslərdən biri olub. Mən istəyərəm ki, sizə təbliğ barədə bir kəlmə edeyim. Biz Azərbaycan Partiyasının insanların başları olaraq gənclərimizin kadr kimi yetişdirilməsi üçün gənc kadr adı verilmiş Gəncləri İrşad Proqramı layihəsi həyata keçirilir. Layihə ayda bir təlim, bir görüş olmadan keçirilir. Bu bizim ikinci təlimimizdir. Birinci təlimimizi biz müəyyən keçirmişdik. Bu ikinci təlimdir və bizim üçüncü, dördüncü və beşinci təlimlərimiz olacaq və təlimlərlə yanaşı biz həm də gənclərin praktik təcrübələrini inkişaf etdirmək üçün yanımızda fəaliyyət göstərən istehsal müəssisələrində təcrübə səfərləri təşkil edirik. Və bugünkü mövzumuz gənclərin sağlıqda məlumat verirsiniz. Effektiv ünsiyyət və ictimai çıxış bazarlarıdır. Bəhruz müəllimin bu sahədə o qədər böyük təcrübəsi var ki, və inanıram ki, siz də bu təcrübədən yararlanacaqsınız. Bəhruz müəllimə çoxlu suallar hazırlayın. Onun da xoşdur ki, bu təlim əslində diskusiya, yəni müzakirə mövzusunda olmalı daha yaxşı olar. Sizə uğurlar arzulayıram. Bəhruz müəllim, xahiş edəcəm, sizə sözü sizə verirəm. Çox sağ olun. Çox sağ olun. Hörmətli Neftçala rayonunun gəncləri, mən sizə deyim ki, gənclərin elitası. İlk növbədə çox sevinirəm ki, partiyanın belə bir gözəl tədbirinə mən də dəvət almışam. Ümumiyyətlə qeyd edeyim ki, Neftçala həmişə Neftçala rayonu yetkinlik baxımından rayonların içərisində seçilir və həmişə irəli gedən rayonlardandır. Burada bayaqları biz Ülmənlə də danışırıq. Həqiqətən də gənclərdə bir, hətta gənclərdə deyim, həm də rayon ictimaiyyətində çox dinamik bir hərəkət var. Mən burada dəfələrlə səfərlərdə olmuşam, cənab prezidentlə səfərlərdə olmuşam, sonra partiyanın seçkilərində, yəni həm parlament seçkilərində, həm prezident seçkilərində səfərlərdə olmuşam, burada təşviqat məqsədi ilə kəndlərdə görüşdə keçmişəm, rayonlarda görüşdə keçmişəm və həmişə buradan gözəl əhval-ruhiyyə ilə getmişəm. Ona görə ki, həqiqətən də yenə deyirəm ki, Neftçalalılar bizə o şərait yaradıblar ki, biz özümüzü burada doğma hiss eləmişik və bir də hiss eləyəndə ki, burada gənclər də savadlıdır, deyim ki, siyasi hadisələrdə fəaldılar. Bax, ona görə də adam fikirləşir ki, bu fəal gənclərlə, aktiv gənclərlə görüşmək də bizim çox xoşdur və həmişə də yəni belə xoş əhval-ruhiyyə ilə buradan mən getmişəm. Bugünkü mövzumuza gəlincə isə mən icazə verin, mən sizin keçirdiyiniz bu layihəni də mən təqdir edeyim və fikirləşirəm ki, həqiqətən də bütün rayon təşkilatlarında bu cür tədbirlər keçməyə ehtiyac var. Yəni, həm nəzəri baxımından, həm praktik baxımından çox əhəmiyyətlidir. Ona görə ki, bizim gənclərimiz gələcəyə mübariz olmalıdırlar, hazır olmalıdırlar və eyni zamanda vətənpərvər gəncliyin yetişdirilməsi üçün biz öhdəmizə düşən işi görməliyik və siyasi partiya olaraq Yeni Azərbaycan Partiyası bu estafeti üzərinə götürüb və mən düşünürəm ki, bu təcrübə digər rayon təşkilatlarında da istifadə olunmalıdır və bununla bağlı da mən yəqin öz fikirlərində mərkəz aparatda deyəcəm. Yəni, çox yaxşı layihədir, bu layihədə sizə uğurlar arzulayıram. Birinci dəfədir siz rayon təşkilatının sədri olduğu müddətdə mən bu rayona gəlirəm və yenə də mən sizi bir daha uzun illərdir burada siz rayon təşkilatının sədri olsanız da sizə uğurlar arzulayıram və təbrik edirəm ki, belə gözəl əhval-ruhiyyə yaratmışsınız, APAVA yaratmışsınız. Siyasi partiya döyüşmür. Siyasi partiya mübarizə aparır. Yəni, əlində silah, avtomatla və yaxud da ki, silah-sursatla döyüşmür. Bu, intellektual mübarizə aparır və onun mübarizəsi öz oponentlərini üstələmək,
öz fikirlərini keçirtmək, cəmiyyətin müəyyən belə deyək, təbəqəsini ələ almaq və seçkilərdə qalib gəlmək. Yəni partiyaların gücü seçkilərdə görünür və seçkilərdə də Neftçala həmişə irəlidə olub və Yeni Düzen Partiyası da ümumilikdə həmişə irəlidə olub ki, onun namizədləri həm parlamentdə çoxluq təşkil edir, həm bələdiyyə seçkilərində çoxluq təşkil edir və eyni zamanda bizim namizədimiz cənab prezidentdir ki, uzun illərdir, yəni iqtidardayıq biz, 93-cü ildən bilirsiniz, Yeni Düzen Partiyası iqtidara gəlib və iqtidardadır və xalqın sevimli partiyası kimi də bu partiya fəaliyyət göstərir. Ona görə də bir daha sizi salamlayıram, sizə uğurlar arzulayıram və keçirik mövzumuza. Effektiv ünsiyyət və ictimai çıxış bacarığı. Ümumiyyətlə, ünsiyyəti necə başa düşürsünüz? Ünsiyyət təkcə danışıq qabiliyyəti deyil. Hətta müasir dövr biz fikirləşəndə görün nə qədər ünsiyyət vasitələri var, sosial şəbəkələri var, rəqəmsal media var. Sonra, ümumiyyətlə, ünsiyyət həm də bədən dili deməkdir. Ünsiyyət diqqətlə oturub dinləmək qabiliyyəti deməkdir. Ünsiyyət təkcə fikri elə dedin, ifadə elədin, getdin, yox. Ünsiyyət həm də oturuşmuş fikri, pişmiş bir fikri cəmiyyətə çatdırıb qarşı tərəfi ram eləməkdir. Əgər bir nəfərdə ünsiyyət qabiliyyəti yoxdursa, nə qədər savadlı olsun, açığı deyim ki, o əhatəsinə o insanları yığa bilmir. Bu, xüsusilə siyasi partiyalarda ünsiyyət, partiya işçilərində, partiyanın, belə deyək, təəssübkeşlərində ünsiyyət çox vacibdir ki, bu danışıqdır, bu özün təqdimatdır, bu partiyanı təqdimatdır. Bu, bizim üçün çox önəmlidir, çox vacibdir. Ünsiyyət həm də eyni zamanda deyim ki, bir dövlətin yaranışı prosesi və eyni zamanda cəmiyyətin formalaşması prosesini inkişaf elətdirən bir vasitədir. Ona görə ki, milli həmrəylik var. Biz vətənpərvər olaraq milli həmrəyliyimizi təmin eləməsək, yəni bu da ünsiyyət vasitəsilə milli həmrəylik təmin olunur. Bu ideologiya. Yəni bir ideologiyanı biz təlqin edib, əhatəmizdə olan insanları öz istədiyimizin arxasında apara bilmiriksə, onda belə çıxır ki, biz yaxşı iş görmürük və yaxud da ünsiyyət qabiliyyətimiz zəifdir. Əgər biz dövlətimizi güclü istəyirsə, onda biz milli birliyimizi təmin eləməliyik. Milli birliyi təmin eləmək üçün mən sizə deyim ki, buna bir misal çəkək. Ən gözəl misal 90-cı illərin əvvəllərində Ulu Öndərin hakimiyyətə gəldiyi dövrlərdir. Bilirsiniz ki, həmin dövrlərdə çox acınacaqlı vəziyyəti idi. Azərbaycan, bunu siz oxumuşsunuz, biz onun şahidi olmuşuq. Ona görə də, belə deyək, nəzəriyyə ilə praktikanın təmasıdır bu. Biz həm də elə belə danışaq. Yəni, nəzəriyyə həmişə bilirsiniz ki, bəzən nəzəriyyədə qüsurlara da yol verilir. Niyə? Nəzəriyyə tam effekt vermir, 100% özün doğrudur. Praktikada görürsünüz ki, praktika tam başqa bir şeydir. Nəzəriyyənin əsasında, əgər biz praktika keçiriksə və yaxud da praktikaya o bildiyimiz nəzəriyyəni praktikada tətbiq ediriksə, baxırıq ki, orada müəyyən faiz dəyişikliklər olur. İndi ona görə deyirəm ki, praktik olaraq Ulu Öndərin hakimiyyətə gəlişi ən gözəl nümunədir. Ünsiyyət vasitəsi, milli birlik, milli həmrəyliyin ən gözəl nümunəsi Heydər Əliyevin hakimiyyətə gəlmə dövrüdür. Yəni, 90-cı illərin əvvəllərində ağır, keçməkeşli, mürəkkəb bir dövrdə olduğu vaxtda xalq üz tutdu Heydər Əliyevə. Yəni, mən bunu tarixi qıssa üzərindən keçirəm. Ona görə ki, bu nümunə olaraq mən sizə, belə deyək, diqqətinizə çatdırmaq istəyirəm. Ona görə ki, bu tarixi siz oxumuşsunuz, bilirsiniz. Amma elə bir dövr idi ki, vətəndaş cəmiyyəti, biz bayaqlar dedik ki, vətəndaş cəmiyyətinin formalaşmasında ünsiyyətə ehtiyac var. Amma o dövrdə vətəndaş cəmiyyətində diskriminasiyalar var idi. Vətəndaş cəmiyyəti problemlər yaşayırdı. Vətəndaş müharibəsi gedirdi. Qardaş qardaşa silah tuturdu.
Siz baxın ki, belə bir dövrdə hansı vətəndaş cəmiyyəti institutlarının inkişafından söhbət gedə bilərdi ki, yəni 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəlib, milli birliyi yaratmasaydı, milli həmrəliyi yaradıb, vətəndaş cəmiyyəti institutlarını birləşdirib və ilk amalı nə oldu? Hüquqi dövlət qurmaq və vətəndaş özü də deyirdi, mənim amalım hüquqi dövlət qurmaq və vətəndaş cəmiyyətini inkişaf etdirməkdir. Vətəndaş cəmiyyəti institutları da bilirsiniz kimlərdir. Vətəndaş cəmiyyəti institutları müxtəlif təbəqələrdir. Gənclərin özü də vətəndaş cəmiyyəti institutunun bir qoludur. Media bir qoludur. GHT bir qoludur və s. Demək istəyirəm, bu institutları, ailə institutu var. Məsələn, sizə deyim ki, bu Azərbaycan ailəsi, mən indi haşiyə çıxdım. Azərbaycan ailəsi bəlkə də ən nümunəvi, dünyada ən nümunəvi ailə modelidir. Bax, onu yaradanlar da məhz Azərbaycanlılardır. Yəni, bizik. Onu yaradan ilk olaraq mən sizə deyim ki, ailənin, baxmayaraq ki, ata gətirir, nə bilim, kənardan qızanır, ailə institutunu möhkəm saxlayan, təməlini o əlində möhkəm saxlayan anadır. Sizlərsiniz. Azərbaycan qadınıdır, Azərbaycan xanımıdır. Bizim ümumi danışığımızın kökündə dayanan ünsiyyətin dövlətə nə qədər vacib olduğu və evdə nə qədər vacibdir. Uşaq var ki, ünsiyyətçil deyil. Bir də görsən, deyir ki, bu uşaq heç ünsiyyətçil deyil. O həmişə qaçır hamıdan, belə eləyir, belə eləyir. Bu da gələcək üçün valideynin problemidir. Deməli, valideyn buna bəlkə də hansısa məqamda azadlıq verməyib, ya onu düzgün yönəltməyib, ya ona öz fikrini deməyə imkan verməyib və yaxud da onu aşağılayıb bir məqamda. Bax, ona görə o uşağı gələcək üçün, belə deyək, bir vətəndaş yetişdirə bilməyib. Və ailədə də ünsiyyətin problemləri odur. Eyni zamanda dövlət nədir? Dövlət ailələrin birliyidir. Balaca ailə, balaca dövlətdir və ümumi ailələr hamısı bizim dövlətimizi təşkil edir. Və ünsiyyətimizin görün dövlət üçün nə qədər böyük əhəmiyyətlidir ki, bizim ünsiyyətimiz, bizim birimizə təmasımız, bizim geniş auditoriyada ünsiyyətimiz görün nə qədər insanları bizə sevdirə də bilər və dövlətə ikrah hissi də yarada bilər. Və eyni zamanda biz bir məsuliyyətli vətəndaşıq. Əgər biz dövlətimiz qarşısında bir məsuliyyət daşıyan vətəndaşıqsa, onda gəlin bir dövlətimizin inkişafı naminə, xalqımızın rifahı naminə, öz gələcəyimiz naminə onda o məsuliyyəti dərk edib addım ataq. Yəni, məsuliyyətli vətəndaş kimi. Harada asılı işləməyimizdən asılı olmayaraq. Ola bilər, biriniz, deyək ki, tibb sahəsində işləyirsiniz, biriniz, nə bilim, təhsil sahəsində işləyirsiniz, biriniz, zavod, fabrikdə işləyirsiniz və s. Onun nə dəxli var ki? Mən jurnalistika sahəsində, media sahəsində işləyirəm. Əgər mən məsuliyyətimi dərk eləməsəm, onu deyəcəm ki, birisi nə var? Qərb deyir ki, media azaddır, mənim də fikirləri budur. Nə dövlət, qardaş, gözəl, dövlət də olsun, xalq da olsun öz yerində. Amma mənim peşəm var axı. Mən öz azadlığından istifadə edirəm, mən media azadlığından istifadə edirəm, jurnalistika azadlığından istifadə edirəm və obyektiv informasiyaları çatdırıram. Mən belə də olmalıda öz peşəmi yerinə edirəm. Əgər vətəndaş məsuliyyətini dərk eləməsək, biz bu cür düşünməliyik. Amma biz vətəndaş məsuliyyətini dərk eləyəndə deyirik ki, qərb sağ olsun, nə edir, özü bilər. Özü şərtlər qoyur, bizdə tutalım ki, problemi o lupa ilə, əl lupası ilə axtarır, bildik. Amma bizim də bir vətəndaş cəmiyyətində töhfəmiz olmalıdır, bir vətəndaş kimi dövlətimiz qarşısında məsuliyyətimiz olmalıdır. Nə olsun jurnalistsə? Amma filan şey eləmək olmaz. Bu dövlətimizə, xalqımıza, mentalitetimizə zərərli bir tutalım informasiyadır. Bunu vermək olmaz. İndi tutalım ki, belə deyək, qanunla təzim olunan qaydalar var. Hərbi sirrin yayılması, dövlət sirrin yayılması. Bu başqadır. Amma elə informasiyalar varsa, bu sir deyil. Sadəcə bizim mənəvi dəyərlərə zərərdir. Bunu eləmək olmaz. Yəni, bunu niyə verməlisən? Jurnalist olanda elə o deməkdir ki, sən elə bir nəfərin həyatını aşağılayıb və yaxud da ki, istimailəşdirib onun ailəsini dağıtmaqdır. Və yaxud da bir yalancı informasiya, dezinformasiya verib böyük bir sarsıntı
psixoloji, mənəvi sarsıntı yaratmaqdır. Nə olsun ki, jurnalistsən heç olmasa öz məsuliyyəti də dərk elə. İndi mən jurnalist üzərindən gəldim ki, yəni hər bir vətəndaş da öz məsuliyyətini də dərk eləməlidir. Ona görə deyirəm ki, bax, Ulan Dərimizin hakimiyyətə gəldiyi dönəmdə, bir də qayıdıram o illərə, bax, milli həmrəyliyimiz yaranmasaydı, bugün biz burada oturub bu qədər gözəl bir ortamda, belə gözəl stolun ətrafında biz fikir mübadiləsi apara bilməzdik və yaxud da bu cür layihələri həyata keçirə bilməzdik. Sözün əsl mənasında bu mənim həqiqi sözümdür. Bizim alternativ fikirlər də var. Biz demirik 4-4 dövlət var. Bunu desək, yanılarıq. Bir də görürsən, biri gəlir, deyir ki, bilirsiniz, bizdə hər şey əladır, superdir, filan şey belədir, o pisdir. Bir də yerdən biri qayıdır ki, ay müəllim, sən bunu dedin, gözəldir, amma indi filan məsələdə mənim problemim var, xahiş edirəm. İnanırsınız, bir də görürsünüz ki, elə primitiv problemlər var ki, o yerli, deyək ki, məmurların problemi. Onu dövlətin ayağına yazmaq olmaz. Onu prezidentin ayağına yazmaq olmaz. Yəni, biz istəsək ona daha pozitiv yanaşa bilərik. Bax, ona görə biz sizə liderliyin, bu Yeni Düzen Partiyası, belə deyək, layihələrdə sizə liderliyi aşılır ki, ünsiyyət nədir ki, liderlik vasitəsidir. Liderlikdə istifadə edən bir vasitədir ünsiyyət məsələsi. Bu sizə liderliyi aşılır ki, qardaş, öz hüquqları tələb eləməyi öyrən. Sözsüz qaydalar çərçivəsində. Biz demirik ki, sən get, müxaliflik elə qatığa denən qaradır. Qatıq ağdır deyirsən, qaradır, qaradır. Qardaş, axı qatıq ağdır deyir, yox, bu belədir. Oturub şeydən, üzr istəyirəm, bu blogerlər xaricdə başlayırlar Azərbaycanın əleyhinə təhdidlər aparır. Ay sən birinci buranın vətəndaşısan. Bax, deyək ki, hakimiyyəti bəyənməyə bilərsin. Hamı hakimiyyəti sevməyə borçlu deyil ki. Bu demokratiyadır, bu azadlıqdır, bu aşkarlıqdır, bu dünya azaddır, qardaş. Sənin seçimin də azaddır. Dini də azad seçə bilirsən. Nə bilim, axı, öz dilimi də istəsən, deyərsən ki, mən bilsən, rus dilində danışıram, Azərbaycan dilində danışıram, özün bilərsən. Amma sən Azərbaycan vətəndaşısansa, bunu sən seçmirsən, bu dünyaya gəlişində artıq bu müəyyən olur ki, sən belə gəlmirsən dünyaya. Heç olmasa sənin biraz vicdan anlayışı var da. Vicdan olsun ki, sənin o yazıqlara, dediklərə sənin anan da baxır, sənin ailən baxır, sənin bacın baxır, sənin qardaşın baxır, sənin baban baxır, sənin ulu baban baxır. Əgər sən köküvə hörmət eləsən, bu cür təhdid, bu cür təhqir eləməzsən. Söhbət o blogerlərə cavabdan gedir ki, sizin kimin, bizim kimin insanlar öz dövlətini, öz xalqını, öz ailəsini fikirləşən insan heç olmasa, belə deyək, elə adamlar var ki, istəmir ki, istimailəşsin, istəmir ki, onun səviyyəsinə yensin. Amma heç olmasa daxilində sənin bilirsən ki, bu addım düzgün addım deyil. Heç olmasa bunu tənqid edirsən. Və yaxud da ki, öz statüslarında ünsiyyət deyilsə, ünsiyyət büyün rəqamsallaşıb. Biz sadə formada özümüzü təqdim eləməyə bacarmalıyıq. Biz, bir də görürsünüz ki, Facebookda, sosial şəbəkələrdə, Instagramda, TikTokda, bir də görürsünüz ki, o da ünsiyyətdir də, cəmiyyətə bir mənfi enerji ötürən bir adamlar olur. Baxırsan ki, özünü nümayiş elətdirir, biabırçı vəziyyət, bizim əxlaqımız ayaq altına atılır, bizim mənəviyyatımız ayaq altına atılır. Ay ki, hər kəs, yaxşı da sən nə deyirsən, bu başqa məsələdir. Amma, axı, sənin bu yaydığın sosial şəbəkələri sən istəsən də, istəməsən də artıq hamı baxır. Və yaxud da ki, deyək ki, televiziyalar. İndi televiziya dövrü açığı, peş televiziyalara ümumiyyətlə, tezlik televiziyaları azalıb, indi peş televiziyalardır və onlar da sıradan çıxır. Bugün artıq dünya fokuslanıb bir monitorun üzərində, əlinizdəki telefon, smartfonların üzərində. Yəni, əgər biz bir dildə danışırıqsa, əgər biz bir dildə baxa biliriksə, biz əgər bir dildə bir-birimizi anlayıb, bütün dünya dilində danışa biliriksə, onda deməli bizim ünsiyyət miqyasımız genişlənib. Onda gəlin dünyamızı düzəltmək üçün bir də Azərbaycanımızı biz də düzgün təqdim eləyək də dünyaya. Biz də mədəni, siz inanın ki, məsələn, mən dünyanın çox ölkələrində olmuşam, işlə əlaqədar izamiyyətlərdə, uzun illər, bir 50 ölkədə olmuşam haradasa,
olmuşam Şərq ölkələrində, Avropa ölkələrində, Qərb ölkələrində ezamiyyətlərə getmişəm. Və Azərbaycana qayıdandan sonra və orada gedəndə, kənardan baxanda görünür. Yadınızda saxlayın. Kənardan baxanda Azərbaycanın mahiyyəti, Azərbaycanın mənəviyyatı, Azərbaycanın dəyəri görünür. İçində olanda, bilirsən ki, balaca o məişət problemləri olanda adamın gözünə deyirsən ki, ayda, axı, mən falan şey var, hani bu, nə, 100 dənə deyiləsi sözlər ola bilir. Amma kənardan çıxıb Azərbaycana baxanda, o mənəm deyən respublikalar ki var, Avropa ölkələri, Lav Amerikanın özü, indi bizim tənqid edib kimsə düşməyəmə fikrimiz yoxdur bu ərəfədə. Elə bu ərəfədə elə bir sağ-salamat şükür Allaha ki, hər yerdə müharibə gedir. Biz azad, sakit, bu kataklizmlərdən, bu deyək ki, problemlərdən uzaqdayıq. Onda yenə deyirəm ki, müdrik lider bacarır. Elə yeri gəlmişkən dedim. Elə bu da ünsiyyətin bir vasitəsidir ki, onu çatdırmalıyam sizə. Yerlərdə bu siyasi sistemdə mən bir ekspert kimin həm də televiziyalarda, mediada çıxışlar edirəm. Ona görə də bunu sizə deməyi özümə borc bilirəm ki, bugün Azərbaycan o problemlərdən, o münaqişələrdən kənarda qalmağı bugün bizim qələbəmizdir. Bunu da eləyən həqiqətən də çox pragmatik, strateq, xarizmatik liderdir. İlham Əliyev. Onun xarici siyasəti o qədər detallıdır ki, o qədər ustalıqla yerinə yetirir ki, bax, o ən gözəl nümunədir, elə ünsiyyətdə də deyimsin. Mən bir sıra görüşlərdə olmuşam. Ulu Öndərlə də bir yerdə səfərlərdə olmuşuq, müşahidələr eləmişəm. Yəni bir müşahiyyətçi kimin, jurnalist kimin müşahiyyət eləmişəm səfərləri. Cənab Prezidentinlə də bayaqlarda qeyd elədim, çox səfərlərdə olmuşam. Ən gözəl nümunə onların sadəliyi, lazım olanda birbaşa sürətli qərar vermək qabiliyyəti, lazım olanda bir neçə dildə danışmaq qabiliyyəti, qarşısındakı sənə ingilisində sual verir, ingilisində sual verir, rusunda sual verir, türkçündə sual verir, türkçündə. Hələ başqa dillər də var. Demək istəyəm, yəni, bunun özü də ünsiyyət vasitəsi kimi o dillər çox vacib elementdir. Yəni, sadəcə olaraq biz demirik ki, hökmən bunu bilməliyik. Birinci Azərbaycan dilinə hörmət eləməliyik. Birinci öz ana dilimizi hörmət eləməliyik. Bu bizim doğuşdan bizə verilən bir paydır. Bunun qədrini bilmək lazımdır. Amma biz təkcə ana dili, əgər imkanımız varsa sözsüz ki, başqa dillərdə öyrənmək vacibdir. Ona görə ki, biz başqa dillərdə də təmasa asan girə bilirik. Ortada, deyək ki, tərcüməsi olmur. Düzdür, indi müasir, modern dünya bizə hər şeyi verib, çat-çipi verib, tərcümə proqramlarını verib. Hətta birbaşa sözü deyirsən, smartfon, telefon özü fikri ingilis dilində, rus dilində və yaxud da başqa dillərdə çatdırır. Demək istəyəm, yəni, texnologiyalar gözəldir. Amma çalışıb özümüz də bu dil vasitələrini öyrənmək lazımdır. Gələcək nəsillərə bunları öyrətmək lazımdır ki, dil bizim üçün çox önəmlidir. Mən bayaqları misal çəkdim. Deməli, Ulu Öndərlə getmişik Naxçıvana səfərə. Orada Ulu Öndər çıxış elədiyi yerdə tribunadan, o çıxış da bizim elə ictimai çıxış bacarığına misal olaraq elə onu da belə də görə bilərsiniz. Çıxış elədi. Özdə bilirsiniz ki, Ulu Öndərin çıxışı çox dəqiq, səlist, məntiqli, hərə ilə öz dilində. Auditoriyanı birinci bilirdi ki, hansı auditoriya ilə görüşür. O auditoriyaya uyğun fikrini qururdu, məlumatlıydı. Deməli, çıxış elədiyi yerdə bir də müəllimin gördüm. Aşağıda müəllimi, belə deyək, o zalda oturmuşdu. Bir də deyək ki, müəllim, filan kəs müəllim, sizsiz, düşdü tribunadan getdi müəllimin ayağına. Baxın, bu artıq bir bədən dilidir. Adam danışığını yarıda kəsdi, düşdü, getdi. Baxın, görün, ictimaiyyətdə, belə deyək, ictimai fikirdə
Heydər Əliyev bax, o addımı ilə nə qədər sevildi. Bir jest sevdirdi. Danışmadan buradan düşdü, dedi ki, mən müəllimin ayağına gitməliyəm. O boyda dahi şəxsiyyət getdi müəllimin ilə görüşdü, biraz söhbət elədi. İndi demək istəyirəm, yəni, bax, ən gözəl nümunələr bunlardır. Və yaxud da cənab prezidentin xanımla bir yerdə, Mehriban xanımla bir yerdə şəhid ailələri ilə görüşmələri, şəhid anasının ayağına qalxıb, şəhid anasının əlinin öpbəyi və yaxud da şəhid ailələrinə diqqəti, qazilərə diqqəti, insanlar arasında bir də görürsünüz ki, şəhər gəzintilərində hamı gəlir, indiki o dilləndirsə, selfie çəkdirir, şəkil çəkdirir və s. Yəni, bu da cəmiyyətlə təmasdır. Bu da ünsiyyət vasitəsidir. Ünsiyyət təkcə danışıq deyil ki, ünsiyyətin elementləri çoxdur. Yəni, ünsiyyətin ən yüksək məqamı da çıxış eləmək. Yəni, natiqlik, çıxış eləmək, elə hesab edirəm ki, fikri auditoriya çatdırmaq, bu bir bacarıqdır və ünsiyyətin yüksək məqamıdır. Və belə düşünürəm ki, çıxış eləmək qabiliyyəti bu öyrənilməlidir, hərə öz üzərində işlənməlidir bununla bağlı. Məsələn, mən əvvəllər çıxış eləyəndə düşünürdüm ki, birisi zal tutur adamı. Bir də istəsək də, istəməsək də kamera ki var, kameranı gözü qarşısına gətirən kimi fikirlərin yayınır. Kameraya birbaşa artıq fikirlər cəmləyə bilmirsən fikirlər. Ona görə də bu da öyrənilməlidir. Bizim üçün, gələcəyimiz üçün, partiyamız üçün, dövlətimiz üçün hər kəs özünü təqdim eləyəndə, tribunalarda, müxtəlif tribunalarda çıxış eləyəndə sərist öz fikrini çatdırmalıdır. Bilirsiniz, çıxış 3 hissədən ibarət. Bir girişdir, yəni təqdimatdır, əsas hissədir, əsas məzmundur, nə danışasan, hansı mövzuda, mövzunu sözsüz ki, bilməlisən və nəticədir. Amma eyni zamanda çıxışda bədən dili də lazımdır. Və bədən dili orada çox vacibdir, bir məqam olur ki, bir də danışıqda elə məqamlar var ki, intonasiya qalxmalıdır, elə məqamlar var ki, belə deyək, elə bir məqam düşə bilər ki, hətta orada biraz da yavaşıldım, sözü asla demək lazımdır ki, auditoriya və yaxud da auditoriya yorulub, auditoriyanı əl almaq üçün bir enerji verməlisən, bir qeyri-adi bir maraqlı bir bəlkə də hadisə danışa bilərsən və yaxud da bir kənara çıxıb bir təzələn qayıtmaq lazımdır auditoriya ki, o fikirləri təzələn özünə cəlb edə bilərsən. Demək ki, bu bir bacarıqdır və düşünürəm ki, partiyada və yaxud da ki, bizim partiyadan kənar kəslərimiz, bilirsiniz, hamı partiyamızda ola bilməz, deyək ki, elə adamlar var ki, həqiqətən aktivdirlər, dövlət içində aktivdirlər, amma partiya üzvü deyirlər. O demək deyil ki, onlar bizim siyahımızda yox. Elə bir şey yox. Dövlətin üçün kim öz gücünü səfərbər edib, dövlətçilik naminə, xalqının bayaqları qeyd edir, rifahı naminə çalışırsa, o siyasi partiyanın nəzarətində və siyasında. Yəni, bizim resursumuzdur. Və biz sevinirik ki, partiyamızın bu cür elitası formalaşır. Və bayaqları, mən bu zala baxıram, zalda xanımlar daha çoxdur. Bayaqları girişdə mən xanımlarla bağlı bir neçə kəlmə dedim. Sözün əsl mənasında deməli, bir nüansı qeyd edeyim ki, bu sosial mən var. Hər kəs mən. Neçə cür mən tanıyırız? Çox. Hələ fikirləşsə öz üçün. Tabii, böyük fəlsəfə olur. Sizə deyim bilərsiniz. Psixoloji mən var. Sosial mən var. Hətta mən ora bir dənə ideoloji mən də əlavə edəmişim. Yəni, baxın görün, siz eyni zamanda sosial mənsiz. Yəni, evdə anasız, birinin bacısısınız, zavodda zavod işçisiniz, fərqli yoxdur, fəhləsiniz, idarə eləyəsiniz və yaxud da
partiyada, siyasi partiyada işləyən sosial, o da bir sosial mənada olan kəsdir. Bir xanımdır, işləyir və yaxud da bir sahədə. Deməli, ana, bacı evdədir, çıxdı, sosiallaşdı, orada müəllimədir, orada xanımdır, o statusu var. O statusu qorumaq üçün, deməli, həm özü təqdim edəməyə bacarmalısan və hansı addımlar atırsansa, necə davranırsansa, sosial mən artıq sənin üstündə olan o möhür olur. Yəni, necə davrandın, necə hərəkət elədin, necə danışdın, necə kübarlıq elədin, necə qulaq astın, necə... Bax, bu artıq sənin o sosial mənni formalaşdan anlayır. Və eyni zamanda ideoloji mən daha maraqlıdır. Həyatda sən özünü kimə göstərdin? Kimə oxşatmaq istəyirsən? Yəni, kimi özvə ideal seçirsən? Bir alim ola bilər, bir siyasətçi ola bilər, bir atağı oxşada bilərsən, bir güclü, nə biləm, bir rəisin ola bilər, onun kimi davranmağı, onun kimi oturmağı, onun kimi durmağı, məsələn, özvə bir ideoloji olaraq seçə bilərsən ki, belə olsan daha maraqlı olar. Demək istəyirəm, və eyni zamanda insan bir sosial, bir də mənəvi psixoloji anlayır. İnsan düşüncəsi var, dərəcəsi var, təcrübəsi var. Yəni, bunlar da insanın öz mənini formalaşdırır. Və özün təqdimatda, istəsən də, istəməsən də, özü dəşdə bu nüanslara özün onsuz da istəsən də, istəməsən də, yəni bunun içindəsən, sən buna fikir verməlisin. Demək istəyirəm, ağıllı olmaq o demək deyil ki, sən hökmən savadlı olmalısın. Ağıl başqa şeydir, bilirsiniz. Zəka başqa şeydir. İndi gəldiyim özdən, keçdiyim özü qızdırsan. Zəka sürətli qərar vermək və bəzən də elmə söykənən bir nüansdır. Zəka element. Amma ağıl ola bilsin ki, bir də görsən ki, zəkalı adam sürətli qərar verir, ağıllıdan daha irəli çıxır, daha sürətli hərəkət edir, amma bir məqamda səhv edir. Bir məqamda, görürsünüz, atdığı addım tam yerinə oturur, elə deyil. Amma ağıllı adam, o biraz düşünür, təhlil edir, fikirləşir, ölçülüb ki, bu belə olmasa necə olar? Və yaxud da belə eləsən necə olacaq? Bu sualları verə-verə, bir də görürsünüz ki, qərar verir, o zəkalı insandan daha effektiv fəaliyyət göstərir. Və müdrik insan odur ki, ağılla zəkanın birləşməsi bərabərdir müdrikdir. Yəni, həm səndə sabat var, həm ağıl var, həm düşüncə var, həm dərəcə var, həm təcrübə var ağıl olduğu kimi. Deməli, həm belə deyək, zəkalısan, həm ağıllısan, bundan birləşmək müdriksən. Mən sizə müdrik olmağa arzulayıram. İnanırsınız, gedirik deməli rayonlara, bir də görürsən ki, məsələn, sən özü belə bilənlər kimi, belə hər şeyi bilirsən, nə kimi varırsan, bir də görürsən ki, rayon gəzlərindən bir nəfər çıxır, o qədər gözəl intonasiya, bədən dili, danışıqla, səlis danışıqla, mahdiqliyinə, elə gözəl çıxış edib və argumentlərlə çıxış edib, ya başlana fikirlərsən ki, mən bunun yanında gələk bu formada tanışmazdım. Deməksə, yəni, sizin özünüz həqiqətən də bir yeri gələndə bir alimsiniz, gələcəyin alimlərsiniz. Azərbaycan dövlətini kənarda, Azərbaycanda təmsil edən hər bir yarışda, döyüşdə, vuruşda, mübarizədə, liderlikdə təmsil edən gəzlərsiniz. Və bayaqları dedim ki, bizim gəzlik, o aslanın hekayət işsi olmur, belə bir deyim var. Mübarizədə, siyasətdə, elmdə, idmanda, belə görürsünüz ki, elə xanımlar da kişilər qədər güclüdürlər, həqiqətən də. Amma mentalitet, mədəniyyət, etika, ailə dəyərləri bizə xanımların kişilərə hörmət etməsinin məcburiyyətini qurur.
yəni öz atana hörmət edəsən, öz qardaşlara hörmət edəsən, öz nə bilim, həyat yoldaşları hörmət edəsən. Bu artıq bizim mentalitetdən irəli gələn bizim ailə institutunun bizə verdiyi dəyərdir. Bu Avropada yox. Bizə bir nüansı da deyil. Getsən Avropaya, oturursan yemək yeməyə. Bir də görürsünüz ki, yeməkdə hərə, hesab belə deyək, hərənin özünə gəlir. Məsələn, bizə qərbə gəlir ki, bu nə qədər ola bilər? Yəni, o vaxtlar daha çox, belə, indi öyrəşmişik. O vaxtlar daha çox deyirdim ki, bu nədir? Bu, məsələn, dönər sifariş edib, dönərin pulu gəlir. O, pizza, məsələsini verir, pizza sifariş edib, pizzanı, o biz kebab verir, kebab. Hərənin özünün hesabını verir. Belə, məsələn, bizim mentalitetdə belə şey biraz gülməlidir də. Biz eləyər, necə ona oturursan, olmazsan. Heç olmasa da bir deyəcəksən, biri deyəcək, yoxuma qonaq eləyəcək. Heç olmasa bu tərbiyə, əxlaq, mədəniyyət var da. Demək istəyirəm, bax, bizi Avropalaşdıran amillər bizi bu dəyərlərdən ayırmasın. Yəni, Avropanın yaxşı dəyərlərini götürək. Mən Avropanın tənqid etmək fikrim yox. Niyə? Onlardan da gözəl nümunələr götürmək olar. Amma ailə institutu deyəndə, Azərbaycan ailəsindən gözəl ailə modeli tutulmaz. Zəhmətkeşdir, işləyir, gedir işinə, gəlir, xanımı deyirəm məsələn. Amma ailədə gəlir anadır, həyat yoldaşıdır. Yəni, öz vəzifəsini yerinə yetirməlidir. Baxmayaraq ki, o nazirdir, məsəl üçün deyiləm, ola bilər, biri deputatdır, xanım. Yoldaşı da bir müəllimdir. Qardaş, sən deputatsan cəmiyyət üçün sosial mən kimi sağ ol. Amma mənim burada həyat yoldaşımsan. Desən, mənə yemək verməsin, yoxsa sadə dillə desə, bu belədir. İndi burada kişilər mənə bu ittiham eləməsinə ki, bu xanımlara qarşı niyə bu qədər baş verirsiniz? Amma xanımın borcu, yaxud da xanımlar deməsin ki, bizim tərəfdir, elə şey yox. Amma burada, belə deyək, simmetriya pozulmalı. Azərbaycan ailə institutudur. Azərbaycan dövlətinin deyək ki, gücü ailə institutudadır. Ailə institutuna heç kim, heç bir dəyər dağıtmamalıdır. Avropa qərbdən gələn və yaxud da ki, kənardan gələn müdaxilələr bizim bu dəyərlərimizi dağıtmamalıdır. Ona görə ki, biz dövlətimizi gücləndirmək üçün bu modeli yaradıb bizim ənənəvi babalarımız. Və görüblər ki, bir də görürsünüz ki, üzr istəyirəm, sözdən sözə keçirəm, bu cavanlar adətən, yəni gənclik dövrünə təzəcə 18-ə qədəm qoyanda, bilirsən ki, birinci işi valideynin birinci məqamda üzünə durmaqdır. Məsəl üçün deyirəm, Allah elməsin. Deyir ki, bilirsən, mənim 18 yaşım çatdı, qərarı mən verəcəm. Elə bir 5-18 çatdısa deməli bir şey, hər şey bitdi, qutardı. Yəni ki, qərarı da mən verəcəm. Hayır, necə edir? Çatmamış şey. İnan, yox, 18 hələ hörmət edir ki, kişi qavaliyə bilər evdən, ya da xanım evdən, ana qavaliyə bilər. Ona görə də 18-i gözləyirlər səbirsizliyinə. 18 tarix ki, tamam oldu. Tarix tamam olanda bilirsən, bir söz deyirsən, deyir ki, mən istəyirəm ki, belə bir addım atam, yaxşı addım olur, çok güzel, yaxşı addım. Amma adamı bırakırsan, adam o formada gedir, devam edir. Axı, sən sözü deyəndə təcrübəyə əsaslanırsan. Sən sözü deyəndə bildiyin nəzəriyə əsaslanırsan. Elmə sökürsən. Ata-baba elədiyi hərəkətə və yaxud da onun o təcrübəsinə, atalar sözlərinə əsaslanırsan, gənc onu birinci bilmir. Deyir bəlkə, və yaxud da ailə quranda, bir şey deyəndə, ay bala, bir belə bax, bir fikirlər, filan şeylər, deyir ki, yox, bilirsən, bu belə olmalıdır. Elə ki, yer başı dəyər daşar, qayıdır atasının üstünə, ya da anasının üstünə, ya da qoca nənəsinin üstünə. Ay, nənə, sən düz deyirdin, gəlir, ay bala, bunu mən sənə vaxtında dedim də, sən bunu eləmədin. Demək istəyirəm, yəni, baxın, biz qərbdən fərqli olaraq bizə verilən dəyər ailə institutudur. Həmin xanımların üzərində qurulmuş ailə institutudur ki, xanım, indi biz kişilər inciməsin, biz uşağa tərbiyə verənik ki, belə götüründür. Tərbiyəni bizə baxıb öyrənə bilərlər uşaq, valideyndə, yəni atasına baxıb, onun elədiyini eləyəcək. Çalışarsan o yanında pis aldəsizliklə hərəkət elə bilməyəsən, yəni ki, o aldəsizlərlə məşğul olmayasın o yanında sigaretdir, nə bilim, nədir. Yəni, sənə baxıb eləyəcək, sən nə deyirsən denən. Valideyn olaraq, kişi olaraq, ata olaraq sən onu verirsən uşağa. Amma ana tərbiyə verir. Kim nə deyir, desin.
Yəni bu bir sınaqdan keçmiş, buna həm elm deyil, buna həm təcrübə deyil, həm də bizim ailə institutumuz deyil ki, ona görə deyirəm ki, sizlərin üzərinizə daha böyük məsuliyyət düşür. Bizim üzərimizə bir məsuliyyət düşürsə, dövlət qarşısında məsuliyyət, vətəndaş kimi məsuliyyətimiz, yəni bunlar bir deyək və bir də ailə başçısı kimi məsuliyyət düşürsə, indi hələ mən qardaş kimi məsuliyyət satmalı olurum. İki məsuliyyət deyil. Amma sizin üzərinizə həm deməli dövlətdə çalışmalısınız. Yəni, işləyən xanımlar üçün deyirəm. Həm ailədə uşağı tərbiyə edəməlisin, həm də kişiyə xidmət edəməlisin. İndi gəl bunların ötəsindən gəl. Sizin işimiz ağırdır, amma xanımlara həmişə ehtiyacımız var. Bax, ən gözəl xanım nümunəsi mən deyirəm ki, Azərbaycanın birinci xanımı Mehriban xanımdır. Həqiqətən də addımları ilə, humanistliyi ilə, xeyirxahlığı ilə, hərəkətləri ilə həmişə bir yaxşı bir nümunə yaradır. Ünsiyyəti ilə, bayaqları biz deyirik, o da bir ünsiyyətdir. İnsanların içində olmaq, sadə dildə danışmaq. Gördünüz o günləri o göstərdi ya, STV-də, sosial şəbəkədə o uşağı kamazın bağışlanmasıdır. Yəni, bilirsiniz, bu belə olmaya da bilərdi, yəni diqqətsiz də ola bilərdi. Nədə orada zarafatlı oldu, getdi və keçdi. Amma yenidən ona dönüş eləmək, bu ictimai bir mesajdır. Bu, liderin və yaxud da xanımın ictimaiyyətə bir mesajdır ki, mən sizin yanınızdayım, sizi görürəm, sizi bilirəm. Bir də görürsünüz ki, elə nüanslar olur, elə məqamlar olur ki, məsələn, Cənab Prezident dəfələrlə deyib ki, mən bu məsələni televiziyada və yaxud da sosial şəbəkədə görmüşəm. Filan hadisə ilə bağlı. Çıxışlarında qeyd edir bu məsələlər. Görmüşəm. İctimai problem var. Məsələn, yazırsan, amma biri var ki, böyükdən atmaq, biri var ki, həqiqətən də problemi olduğu kimi ifadə eləmək və təqdim eləmək. Yəni, qərəzsiz. Qərəzsiz. Mən onun tərəfdarıyam ki, hər bir kəs öz yerində, öz işlədiyi yerdə, yəni, öz dövlətinə xidmət eləmək üçün bu cür problemi, yenə deyirəm ki, kiminəsə şəxsi qərəzi var, onu qərəzə sevir deyil. Kiminsə dövlətlə problemi var, başladı dövlətçiyə qarşı bundan istifadə etmək. Bu artıq başqa bir şeydir. Orada bir qızıl orta var. Və yaxud da deyək ki, orada bir xət var. O xətti qırmızı xət deyək. O qırmızı xətti keçdinsə artıq bu başqa bir məsələ. Amma yox, həqiqətən də sən problemi öz sosial şəbəkəndə, hələ sosial şəbəkədə çıxmamışdan qabaq, bu birinci yerli bu məsələləri hara aiddirsə, o qurumdan təmin edir. Denə, hüquqları istə, problemi denə. Yəni, bu ünsiyyət odur ki, qarşılıqlı təmasdır. Get yarad, fikri denə. Əgər sənin o problemin həll olunmasa, ondan sonra ikinci plan B deyirlər. Yəni, ikinci variantı gözləsin. Demək istəyirəm, hər bir kəs öz dövləti üçün, dövlətçiliyi üçün xidmət etməyə borcludur. Baxın, əgər Azərbaycan dövləti öz vətəndaşının deyək ki, həyat şəraitini yaxşı eləmək üçün layihələr keçirdirsə, bunda vətəndaş da adekvat olaraq dövlətə xidmət eləməlidir. Əgər biz vətənpərvər gənclik bu 30 ildə, 35 ildə yetişdirə bilmişiksə, bizim dövlətimiz nə söhbət edir? Əgər onların qurduğu dövlət, sonra Cənab Prezident tərəfindən davam olunduğu bu siyasət bir vətənpərvər gənclik yetişdirib və təqdim edə bilibsə, deməli, Azərbaycan dövlətinin vətəndaş siyasəti idealdır. O da haradan görülür? Mən sizə bir dənə nümunə deyirəm, sizi də bu, belə deyək ki, yormaq istəmirəm. Baxın, mən 90-cı illərin əvvəllərində bütün bu proseslərin canlı şahidi olsun. Yəni, həm dövlətçilik məsələsində, həm bu bir formasiyadan, digər formasiyadan keçiddə baş verən o ağır azıncaqlı dövrün şahidi olmuşam. Eyni zamanda tələbə hərəkatının iştirakçısı olmuşam. Və 92-ci ildən mən öz könüllü olaraq, tələbə olaraq ərizəmi yazmışam. Akademik məzuniyyət gözlü. Heç o vaxt açıq deyim, məzuniyyət da gözümdə yox idi. Baxdım ki, insanlar şəhid olurlar, mən oturmuşam burada tələbəyəm. Yazdım ərizəni, qoydum tərik baxdılar, baxım, çıxdım getdim. Getdim, 5 il xidmət eləmişəm.
Niyə görə bu misalını verim? Özümü sizə təqdim eləmək və ya da öz həyatımı sizə danışmaq belə bir istəyim yox. Sadəcə olaraq nümunə kimi demək istəyir. O dövrlərdə mənim gözümün qabağında fərari eləyənlər var idi. Əşəriyyətdən qaçanlar var idi. Mən sizə deyim ki, o dövrdə də qeyrətli olanlar çox oldu. 15 bin şəhid verir. 3000 indi verir döşünlükdə. 15 bin 90-cı illərdə verir. Yəni, bizlə 100 nəfər getmişdi, 30 nəfər var. Demək istəyim, yəni, biz mənim gözümün qabağında, yəni öz praktik olaraq gözümün qabağında canlanan bu mənzərə mənə göstərdi ki, dövlət zəif olanda 90-cı illərdə güclü komandir olmayan, ali baş komandir olmayanda, idarəçilik zəif olanda, bax, bu vəziyyət olur. Vətəndaş dövlətindən imtina edir. Fərarili eləmək öz dövlətinə xidmətdən qaçmaqdır, yayınmaq deməkdir. Amma gəlin görək 2020-ci ildə, yəni o dövrdən bir 30 il sonra gəlin görək nə baş verir. Həmin gənclər, hansı ki, mən o gənclər haqqında da bir tənqidi fikir deyim, sonra keçim o epizoda. Mən deməli, belə baxırdım, bir veteran kimi, belə deyək, o dövrü görən bir adam kimi deyildim ki, ay Allah, bu müasir gənclik, bu şalvarla, bu geyiminə, bu darışla, bu üzrüsü şeylər, cislərlə, şalvarlarla, bu necə bu dövləti müdafiə edəcək? Bu necə bizim torpaqlarımızı qaytaracaq? Deməli, bu yadırğıyır, get-gedədə biz razılaşacaq ki, torpaqlarımız getdi. Yəni, və gələcək nəsil onun haqqında fikirlər etmək iqtidarında deyil. Ona görə bu geyimlə, keçimlə, davranışla, yəni bunlar oxşamırlar da bu, həqiqətən də qəhrəman oxşamırlar. Amma bu 2020-də mən gördüm ki, deməli, bəzi fikirlərimiz çox səhvdir. Niyə? İnsanı alt şüurunda, ata-babasında, dövlətində qəhrəmanlıq yatırsa, deməli, bir məqamda o qəhrəmanlıq çıxacaq və özünü göstərir. Və 44 günlük müharibədə nəinki fərarlıdır? Mən insanların döyüşə qaçdığının şahid oldum və eyni zamanda hamımız şahid olduk ki, burada fərarlıqdan söhbət etmir. Burada torpaq uğrunda ölməkdən söhbət. Şəhid olmaq üçün adam deyir ki, mən vətənim uğrunda şəhid olmaq istəyirəm. Mən ərazi bütövlüyüm, suverenliyim uğruna şəhid olmaq istəyirəm. Demək isə, bu artıq göstərir ki, dövlətin gənclər siyasəti düzdür. Dövlətin ailə institusunun, belə deyək, inkişafı naminə atdığı addımlar, o proqramlar düz həyata keçirilir. Bizim bu son illərdə həqiqətən də Azərbaycan gəncliyi göstərdi ki, və orada şəhid olanlarda hamısı son illərin məhsulları idi. Yəni, bu dövrün yetişdirdiyi idi. 92-ci ildən sonraki nəsli idi. Yəni, o hadisəni görməyən nəsli idi, onu da mən xatırlamaq istəyirəm ki, deməli, dövlətin gənclər siyasəti düzgün olur ki, və vətəndaşın Azərbaycan dövlətinin nə qədər qiymətli, dəyərli sərvəti olduğu görünür ki, deməli, Cənab Prezident həmişə qeyd edir ki, Azərbaycan vətəndaşı dövlətin ən qiymətli sərvətidir, dəyərli sərvətidir. Deməli, bu sərvət idi ki, Azərbaycan dövlətli qoruyur. Və biz torpaqlarımızı uzun illərdən sonra işğaldan azad edirik. Mən elə bu fürsətdən istifadə edib şəhidlərimizə Allahdan rəhmət diləyirəm, Allah onlara rəhmət eləsin. Mən fikrimi yekunlaşdırmaq istəyirəm, olanların bir fikri ilə yekunlaşdırmaq istəyirəm. Deyək, hər bir kəsin milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr eləmişəm, indi fəxr edeyim ki, Azərbaycanlıdır. Təşəkkür edirəm. Özüm sizə öz təşəkkürümüzü bildirir, ətraflı məruzəyə görə, seminara görə, çıxışa görə.
gənclərimizə verdiyi tövsiyələrə görə həqiqətən Azərbaycan gəncliyi bizim təsəvvür edildiyimizdən də böyük bir iş gördü. Bizim xüsusi qeyd edeyim ki, şəhid ailə üzvlərinin bizim məclisimizdə iştirak edənlər gənclər arasında Səmrənə xanım şəhid Nazirdə Ayazın bacısı bizim gəncimizdir. Leyla xanım da şəhid Əsəd Əsədovun yoldaşın bacısıdır, yəni şəhid ailə üzvü. Bizim gənclərimiz arasında onlar da var. Vətən müharibəsi bizim milli birliyimizin simvolidir. Mən sizin çıxışınıza əlavə olaraq bildirmək istəyirəm ki, Vətən müharibəsində Azərbaycan xalqının bütün nümayəndələrinin burada həm dini, həm etnik, heç bir qarışıq olmadan, siz bayaq qeyd edildiniz, Heydər Əliyev haqqında məlumat verdiniz. Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk dəfə Azərbaycanda Azərbaycansızlıq ideologiyasının birləşməsini yarattı. Bütün Azərbaycanda yaşayan vətəndaşların hər bir şəxsiyyət vəsiqəsinə yazılıb ki, Azərbaycanlı. Onların etnik mənsubiyyətindən asılı olmayaraq, çalış, ləzgi və yaxud da türk olmağının asılığına hər bir vətəndaşın şəxsiyyət vəsiqəsinə Azərbaycanlı yazılıb. Bu, Azərbaycansızlıq ideologiyasının vahid xalqın bir ideologiyanın birləşməsi idi və bu ideologiya Vətən müharibəsində özünün ən bariz nümunəsini göstərdi. Xalqımızın bütün təbəqələrindən yaşlı, biz sosial şəbəkədə fikir verirdik, ən balaca uşaq yol qırağında gedən əskərlərə öz qaynanmış yumurtasını uzatmışdır. Mən də qələbədə milli həmrəylik oydu, bayaq dediyimiz həmrəylik oydu. Və yaxud da Şəki şəhərində biz televiziyada gördüyüm ki, Ağsaqqal öz ayaqqabısının pulunu orada yardım fonuna yatırmışdı. Bu da ən yaşlı nəslin müharibəyə yardımı idi. Bu nümunələr çox idi. Bu televiziyada, sosial şəbəkədə görünənlər idi. Biz Vətən müharibəsi dövründə orada yardım kampaniyası rayon səviyyəsində keçdirdik. Məsələn, Afrikaya girəndə ki, biz oradan nəsə alaq orada aparmaq üçün. Orada olan insanlar hərəsi cibində nə qədər pul varsa o dəyərdə həm bir istəyir, nəsə Yosef almaqla bizə dəstək göstərdi. Mən yadıma gəlib, mən bu həmişə deyirəm, mədələn müdərəsində işləyən xanımlar, orada cavan qızlar var idi, öz evlərində olan cehizli yoğlama öşələrini gətirmişlər ki, göndəri əskərlərimizin baxın görün nə qədər. Və bir məlumat edeyim ki, Vətən müharibəsində hər iki tərəfin arxa cəbhəsində səncərlər, hərbi polis post qurmuşdur. O postlar bizi tərəfdən ona görə qurulmuşdur ki, bizim ilişidə olan gənclərimiz döyüşməyə girib, yəni müdaxilə edəməsinlər. O qədər döyüş ruhu var ki, hamıda. Yəni gəncli, yaşlı hamı getmək istəyirdi. O postu ona görə qurmuşdular ki, zərfət xəttinə keçib getməsinlər, müharibə prosesinə mane olmasınlar. Amma qarşı tərəfdə o postu qurmuşdu ki, qarşı salması. Yəni fərqimiz bundan ibarət idi. Milli birliyin simvolun göstəricisi bundan ibarət idi. O gənclərimizin düzdür, ola bilsin ki, effektiv ünsiyyəti, ictimai çıxış bacarıqları olmasa, o bəzən sosial şəbəkədə rast gəlir, bir tarix dərsində iki alan uşaqlar tarix yazılır. Həqiqətən də böyük bir, bu günlər amma bizim öhdəmizə böyük bir məsuliyyət düşür. Bizim öhdəmizə düşən məsuliyyət ondan ibarət ki, qazandığımız qələbəni qoruyub saxlamalıyıq, onun müqəddəsliyini qoruyub saxlamalıyıq. Bizim Vətən müharibəsində terror şəhidlərimiz düz 1905-ci ildən bu yana qədər Azərbaycan tarixində olan bütün şəhidlərin intiqamını aldı. Azərbaycan xalqı o qədər humanist xalqdır ki, bizim həmişə başımıza bu müsibətləri gətirir. Biz 1905-də, 1906-da, təzdən biz 1918-də, bəli, sonra o soyqırımlar, deportasiyalar, bunlar hamısı bizim başımıza gəlmişdir. Amma biz yenə qonşudur deyərək kesib getmişdik. Amma bugün Cənab Prezident öz də gəncləri çağırış edir ki, qonşudur, sülh şəraitini yaratmalı, yaşamalı, iqtisadi əlaqələri bərpa eləməliyik. Bu gün Zəngəzur dəhlizinin açılması istiqamətində böyük işlər gedir. Bu hər iki ölkənin iqtisadiyyatına böyük təsir göstərəcək. Amma biz tarixi unutmamalıyıq, biz tarixi yaddaşı unutmamalıyıq, biz Xocalını unutmamalıyıq, biz 20 yanvarı unutmamalıyıq. Bu bizim gənclərimiz bunu daim bilməlidir. Mən özüm məktəb direktoru, müəllim ki, işlədiyim dövrdə bütün təhsil müəssisələrində bu baş verib daima. Hər il 26 fevralda bütün təhsil müəssisələrində şagirdlər üçün 26 fevral Xocalı faciəsi qeyd olunur, 20 yanvar faciəsi qeyd olunur və yaxud da ki, həmin məktəbdə təhsil alan şəhidlərin anım və ad günləri qeyd olunur ki, şagirdlər bu mövzuda, o vətənpərvərlik mövzusunda yetişsinlər və həqiqətən də həmin tədbirlərin nəticəsidir ki, o ruhda böyüyən gənclərimiz torpaqlarımızı işğaldan azad elədi. Allah bütün şəhidlərimizi bir daha rəhmət eləsin, qazilərimizə şəfa versin və bugün biz gənclərin üzərində, siz gənclərin üzərində düşən məsuliyyət ondan ibarətdir ki, həmin o müstəqilliyi, ərazi bütövlüyümüzü qorumaq. Vaxt var idi, biz dəstə məktəbdə deyirdik ki, Azərbaycanın 86-16 min kvadrat kilometr ərazisi var, amma onun 20% işğal altındadır. Bu uşaqlar deyir ki, Azərbaycanın
86.6 kvadrat kilometr ərazisi var və hər bir yaşayış məntəqəsində Azərbaycan bayrağı dalğalanır. Bundan qürur dolusu bir an yoxdur. Rami Səfərov misalını göstərə bilərik ki, Macaristanda niyə görə düşmənin balta ilə başını kəsdi? Onun qüruruna toxunmuşlar, onun torpaq məsələsi, onun bayraq məsələsi toxunmuşdur. O da ona görə o qəbul edə bilir. Amma bu inşallah bütün məsələlər hamısı geridə qaldı. Ali Baş Komandanın həqiqətən bir siyasəti nəticəsində geri gəlmişkən onu deyim ki, Ali Baş Komandanın effektiv ünsiyyət ictimai çıxış bacarıqları Vətən müharibəsi dövründə həm də bilirsiniz də informasiya müharibəsi gedirdi. Bizim aprel döyüşləri vaxtı informasiya müharibəsində açıq tərəfə lazım ki, biraz rəqsizliklər. Düşmən tərəf çoxlu təxribat xarakterli məlumatsızdır. Onda da mübarizəni təkcə cənab prezident apardı, deyib sizə bilərsiniz. Bəli, amma döyüşdə də apardı, informasiya cəbhəsində də. Vətən müharibəsində siz görürdünüz nə qədər bizim ölkəmizdə müxbirlər günlərdə, xarici televiziya kanallarının müxbirləri, hamısı da gəlirlər təxribat xarakterli suallar verirlər cənab prezidentə. O Fransanın müxbiri sual verdi Qarabağla bağlı. Deyir, necə olur da siz öz ərazizdə olan və xalqa niyə görə müstəqillik verirsə də öz ərazidəki xalqa müstəqillik verir. Bizim daxilimizdə niyə müdaxiləyiz? Yəni, o qədər sürətli vaxtında qərar vermək üstür. Yəni, cənab prezident bizim hamımıza bu günü effektiv ünsiyyət, ictimai çıxış bacarıqları mövzusunda elə bir nümunədir. Biz elə onun çıxışlarına baxsaq, demək olar ki, bu təlim elə onun çıxışları, onun təlim mövzusu odur. Biz balaca olanda televiziya kanalları yox idi, ancaq ASTV var idi, biz də televiziyanın ASTV göstərirdi və Uber və Heydəriyev həmişə danışırdı. O qədər də uzun çıxışlar, məntiqli çıxışlar olurdu ki, oturub uşaq olanda onun çıxışlarına baxırdıq ki, uzun-uzadı çıxışlarına baxırdıq. Başqa kanal yox idi. Bu günləri kanallar çoxdur, yəni televiziyada o qədər, telefonda o qədər proqramlar var ki, onlara baxmağa bəzən ehtiyac duyururlar. Həm də bugün mən ictimai çıxışla bağlı bir məsələni də deyim, Bəhruz müəllim çıxışı ilə də ətraflı sizə bu arada bir məktəblərdə dərslərin keçirilməsinin, 45 dəqiqə keçirilməsinin bir məntiqi nəticəsi vardı. Məktəb ilk dəfə 20-ci əsrin əvvəllərində məktəblər formalaşanda, bu standart məktəblər formalaşanda orada 45 dəqiqəni bütün dünya üzrə psixoloqlar fikirləşmişdilər ki, şagirdlərin marağını neçə dəqiqə diqqətdə saxlamaq olar. Yəni, diqqətini neçə dəqiqə müəllimdə saxlamaq olar, o 45 dəqiqə idi. Mən tələbə olan vaxtı biz təhrirslə bağlı dərslər təhsil alanda orada 8 dəqiqəyə düşmüşdü həmin var. Bəlkə bu günlər 1 dəqiqə də həmin var. Yəni, şagirdin marağını konkret bir mövzuda saxlamaq üçün 1 dəqiqə. Yəni, onun üçün bizə təlimdə keçirdilər ki, məktəblərdə və yaxud da gənclərlə təlimlər keçəndə həmin müddəti gözləmək, araya nəsə sağlayacaq. Bəhruz müəllim də sağ olsun, siz deyilsən arada bu xatirələrinə zarafatçılıq edirdi ki, diqqət yayınlığı olmasın. Yoxsa istər-istəməz, yəni ictimai çıxışda o diqqət yayınlığı olur. Yəni, siz də bundan sonra çıxışlarınızı hazırlayanda çalışın, həm bu Bəhruz müəllim dediyi kimi 3 mərhələni gözləyəsiniz. Giriş hissədir, əsas məntiqi hissə və bir də yeşun hissəni tamamlamağı nəzərə lazım. Ümumiyyətlə, hazırlaşanda bunu eləmək lazımdır ki, mən bu mövzuda danışırsam nə ilə başlayayım? Hansı mövzuda başlayayım ki, haradan giriş edeyim ki, bunu ardın gətirə bilir. Və bədii əsərdə olduğu kimi onun kulminasiya nöqtəsi olmalıdır və kulminasiya nöqtəsindən sonra yeşunlaşma mərhələsi biz onu bilməliyik, planlaşdırmalıyıq. Yəni, haradasa bizə çıxış verəcəklərsə, birinci mütləq şəkildə onu planlaşmanın düzgün həyata keçirmək lazımdır, fikir dağınıqlı olmasın. Yoxsa hazırlaşmadan, o proqramı qurmadan çıxışa hazırlaşsaq, biz çıxış eləməyə getsək, istər-istəməz fikir yayınlı olacaq, fikrimiz yayınacaq və yaxud da bəzən olur ki, hətta tribunada tamamilə sükut baş verir, bütün quruyur və danışacağı bilmirsən. Buna görə də hazırlıqlı olmaq lazımdır əvvəlcədən. Yəni, ən azından bəlkə siz həm ziyarət, həm ticarət kinosuna baxmışsınız, orada Hacının güclü qarşısında özü-özlüyünə çıxış edir. Bu özü də bir hazırlığın, ictimai çıxış barədə hazırlığın bir nümunəsidir. Bəhruz müəllim isə idarə təşəkkür edirəm, minnətdarlığını bildirirəm. İnanıram ki, gənclərimizin sualları var. Tribuna gənclərindir, buyursunlar, sizə sualları versinlər. Buyurun, maraqlı nə sualınız varsa, bəlkə bir fikir bölüşmək istəyirsiniz. Buyurun. İcazə verirsiniz, buyurun. Çox sağ olun, baxmayalım. Mən Fərhad Baxşov, Rayon Təşkilatının əməkdaşı, həm də siyasi özür doktorantam. Mən sizə vaxtınızı ayırıb gəldiyinizə görə, həm biliklərinizi, həm də uzun müddətli ictimai siyasi təcrübənizi görüşdüyünüzə görə təşəkkür edirəm. Təkcə öz adından deyil, həm də həm yaşlıların adından təşəkkür edirəm ki, dəyərli vaxtınızı bizə ayırmışsınız.
Sizin adınız çəkiləndə, məlumat veriləndə ki, bizim bugün üçün sizinlə görüşümüz var. Demək olar ki, keçirdiyimiz təcrübə və təlim görüşlərinin ən kütləviliyinə nail ola bildik ki, sizinlə görüşmək istəyən gənclərimizin sayı digərlərindən daha çox oldu. Bu da sizdən öyrənmək istədiklərimizin çoxluğuna dəlalət edir. Və siz çıxışınız boyunda həm də ictimai çıxış bazarlarının canlı nümunəsini göstərdiniz. Sizin çıxışınızdakı ardıcıllıq, eyni zamanda monotonluqdan kənar nümunələr bir növ sizin bu təlim mövzusuna olan canlı nümunə idi. Buna görə də xüsusi olaraq təşəkkür edirəm və hesab edirəm ki, gənclərin də bu mövzuda müxtəlif suallar olacaq və biz sizdən qabaqda bu suallar ətrafında ilkin müzakirələr aparmışıq. Onların da bəzi sualları olduğunu bilirəm və o sualları ümumiləşdirərək istəyirəm ki, ilk sualı mən sizə verim və ardından isə gənclərimizə eşidərik. Siz ictimai çıxış bazarlıqlarının önəmli olduğunu bir neçə dəfə çıxışınızda vurguladınız və biz gənclər üçün hələ də hesab edirəm ki, artıq dünyanın keçdiyi bir ömür boyu öyrənmə modeli var. Yəni, insan anadan olandan dünyasını dəyişənə qədər öyrənməlidir. Heç vaxtı mən artıq hər şeyi bilirəm, yekunlaşdırmalıyam demək olmaz. Bu artıq dünyanın qlobal trendlərindən geri qalmağa gətirib çıxara bilər. Bugün biz ictimai çıxış bazarlarımızı daha da inkişaf etdirmək yolunda çalışırıq. Siz bu istiqamətdə bizə nə tövsiyə edirsiniz? Böyük auditoriyalar qarşısında daha yaxşı natiq kimi görünmək üçün, çıxışımızı daha effektiv qurmaq üçün hansı mənbələrdən, məlumatlardan, materiallardan istifadə etməliyik, necə hazırlaşmalıdır ki, daha yaxşı natiq olsun? Ümumiyyətlə qeyd edib ki, sizin sualınız və sizin bu davranışınız mənə dedi ki, siz artıq müdafiə edilmiş bir alimsiniz. Yəni, mən də siyasi nəzəriyyən doktorantam. Yəni, mən dissertasiya yaşım hazırdır, emniyyə doktoru kimi. Müdafiəsindən müdafiə olmaz, amma sizin o danışıqları artıq həqiqətən də müdafiə hazır bir çıxış idi. Mən xoşuma gəldi. Ümumiyyətlə, çıxış eləmək qabiliyyəti hər kəsdə özünü tərqin eləsə, öyrənsə, alına bilər. Düz deyir, bayaqları çox gözəl nüansdır ki, deyə çıxsın, mən deyirlər ki, buna da bəzən hazırlıqsız olanda və yaxud da ki, kamera tutur, bir anlıq baş gizəllənmə olur və düşdünsə, o depressiya salınmırsan orada, yəni o nüansa düşməyəsə. Onun üçün, birinci hazırlıqlı olmaz. İkinci, bayaqları çox gözəl dedi, güzgünün qabağında durub, hətta fikirlərinizi ifadə edəndə ağız hərəkətlərinə də fikir verir. Ki, sözlər tələffüz təmiz alınsın. Yəni, bir də görürsünüz ki, aparıcılar, televiziya aparıcılar, bizim televiziyamız olduğuna görə deyirəm. Və mən Lider televiziyasında bir səs analitik proqramı var idi. Orada verilişdə aparırdım. Çox maraqlı belə platforma idi. Həm də həm təmas üçün yaxşı idi. Belə deyək də, geniş auditoriya ilə. Həm də fikirlərimi çatdırırdım. Bir də ora mən əlavə eləmişdim video görüntülər. Yəni, bizim TV-nin artırma potensialını istifadə edib, Lider televiziyada əslində bağlanana qədər biz bu proqramı davam elətdirdik. Məsələn, reportaj alırdım, həmin mövzuya vururdum. Və analitik bir deməli, yazı yazırdıq, onun üzərində analitik bir video çəkilirdi, həmin verilişdə təqdim edirdik və onu belə deyək, şərh edirdik. Çox maraqlanırdı. Ümumiyyətlə, çıxış eləyəndə çalışıb, əlində 100% həmin mövzu üzrə qeydlər olmalıdır. Baxın, mən ən böyük nümunə bayaqlara qeyd elədiniz. Mən həmişə onun niyə görə bayaqlar dedim, sonra davam eləmədim. İdeoloji mən kimi, məsələn, mən özümə lider və özümü mən həmişə yetərək və oxşatmaq ona görə çalışmışam ki, bunun danışığı, bazarlığı, əl hərəkəti, siz, yəni bilmədiyiniz nüanslar var idi. Biz bir də, mən istəyirəm bir misal da çəkəm, bir dəfə Gəncədə səfərdəydik. Rəhmətlik Qədir Paşayeva bir sual verdi. Dedi ki, Cənab Prezident onun dərməsi soruşdu ki, o dövrdə necə oldu, vəziyyət necədir, nədir? Özdə yeganə bəlkə də deyərdim ki, prezident idi ki, o həmişə nazirləri yanından uzaqlaşdırırdı, səfərlərə gedərdi. Birinci bizə deyirdi ki, gedin o rayonda gəzin bir çay için jurnalistlər. Bir gün qabaq biz gəldik çay içmədik. Və baxın, ünsiyyətə baxın, yəni insanların içinə girdik, onlarla çay içdik, söhbət elədik, küçələrlə tanış olduq,
Deməli, Gəncənin dağılıb tökülən vaxtıdır. Getmişik Gəncəyə tədbirə. Səhərsi günü Ulu Öndər bizi bir də jurnalistləri çağırdı ki, jurnalistlər gəlsin yanıma. Yəni sizinlə bir söhbət edək, səmimi söhbət. Duymuş atmosferində. Səmimi söhbət əsnasında dedi ki, nə gördünüz, necədir vəziyyət? Qənlərində dili diş durmurdu, həmişə bir nəsə deyirdi, Allah rəhmət eləsin. Dedi ki, cənab prezident, bəs ancaq elə mərkəzi küçələri asfaltlayıblar, kənarlara dağılıb gedir, cəmaat narazıdır. Gördük, o deyir, biz də bir iki dənəsini dedik, nüanslar uzadı. Rəhmətli Ulu Öndər elə heyslənmişdi ki, həqiqətən də başçıya elə heysləndi o. Bəzi nüanslarda TikTokda qabağıma çıxır, belə Instagramda qabağıma çıxır. Yəni heyslənmişdi. Demək istəyirəm, fikri çatdırmaq üçün. Bax, Ulu Öndər ən gözəl nümunədir. Necə gözəl çıxış edir, necə səli çıxış edir, deyir, hardan öyrənək. Mən onu o vaxtlar həmişə oturub bayaqları qeyd elədim əlimdə, oturub baxırdım ona, bir də gördünüz ki, əl hərəkətləri ilə. Bir məqamda kiməsə mesaj verəndə, məsələn, xarici, belə deyək, qüvvələrə, ya Azərbaycandan kənarda bir qüvvələrə, və yaxud da elə nazirlərə, bir də gördün ki, ya barmaq hərəkəti ilə, ya bir belə nöqtə vururdu ki, vücudu yığışdır. Bədən dili ilə, yəni o qədər gözəl, natiklik qabiliyyəti var idi ki, mən həmişə özümün nümunə götürürəm. Həm də çıxışlar hökmən auditoriya uyğunlaşmalıdır, yorucu olmamalıdır, bezdirici olmamalıdır, səlist olmalıdır, dəqiq fikir çatdırılmalıdır və eyni zamanda qeydlərin, o sahə üzrə qeydlərin olmalıdır. Yəni, məlumatlı olmasan, bizim bəzi deputatlar kimi hər şeydən danışacaq. Yəni, bu yorucu olur. Bu insanlar, məsələn, təhsil işçiləri bilirlər ki, sən təhsil sahəsində filan şeydən danışdınsa, deməli, sənin ümumiyyətlə təhsildən xəbərin yoxdur, yəni səhv danışdın. Bunun metodologiyasıdır, tədris proqramlardır, filan şey. Yəni, düzgün danışmadınsa o tədris sahəsində, deməli, sənin ondan məlumatın ümumiyyətlə yoxdur və çıxışında da səhvlərə yol verirsən və auditoriya artıq səni, məsələn, tutur. Yəni, deyək ki, o bir məsələ var edir, xalqın gözü tələsidir. Sən nə istəsən də, istəməsən də, onsuz da pisi, yaxşını istəsən o auditoriyadır, xalqdır, ictimai fikirdir. O, onu seçəcək. İndi buradan mən gedəndən sonra siz ya öz aranızda danışacaqsınız, ya fikir formalaşacaq ki, bu gəldi ilə danışdı, öz aramızda bir saatımızı aldı, amma sıfır, yəni sıfır getdi. Amma sizə pozitiv enerji verdimsə, siz deyəsiniz ki, bilirsiniz niyə? Mən dediyimə səmimi özüm inanmasam, mən sizi inandıra bilməyəcəm. Bu da aktyorluq olmamalıdır. Yəni, hər bir fikir o vaxt auditoriyaya çatdırılır ki, o səmimi səslənir. Həqiqətən də. Yəni, əgər səmimi, onu yenə deyirəm, mən istəsəm də səmimi bir ortam yaradım, yəni artisti eləyim, belə deyək, aktyorluq eləyim. Bu, bəzən aktyorluq da lazımdır. Amma auditoriya artıq sənin harada, hansı hərəkət elədiyi yaxşı bilir. Ona görə də səmimi fikirlə səsləndirir və konkret qeydlər üzərində o sahə üzrə, hansı sahə üzrə çıxış edəcəksiniz. Siz baxın, mən nəzəriyyə praktika. Yəni, istədim ki, daim nəzəriyyəni bayaqları çox gözəl qeyd elədi. Yəni, bir insanın beyni maksimum 45 dəqiqə dözür. Deyək ki, bu orta məktəb 18-i keçsin, bu da o dözsün 50 dəqiqə, 55 dəqiqə. Ondan sonra artıq beyin o yükü qəbul eləmir. Hələ fikirləşəm də ki, nahardır, bir dəfdən də mədər orada məcbur edir ki, bəs sən nahara getməlisən axı. Bu yandan da sənin beynimə burada təsirli yüklər, zərbələr gəlir, onda beyin, belə deyək, etiraz edir sənin fikirlərinə və yorulur. Ona görə də mən sizi yoruluram və fikirləşirəm ki, çıxış eləmək üçün bayaqları konkretləşdirir. Dəqiq, qeydlərin olmalıdır, səlist fikri ifadə eləməyə bacarmalısan, bədən dili vacibdir, göz, qaş, hərəkət, auditoriyanı tutmalısan, auditoriyanı oxumalısan. Auditoriya var ki, sən məsələn, biz geri təşkilata
məsələn, kəndçilərlə görüşməyə, kənd sakinləri ilə görüşməyə, fəhlələrlə görüşməyə. Mən burada oturub akademik dildə danışsam, fəlsəfədən və yaxud da deyək ki, hansısa filosofdan misallar çəksəm, o yorucu olacaq, başa düşməyəcək və o da açığı deyəcək ki, mən nə dəsə danışdı, mən heç bilməm, nə demək istəyir. Amma ki, sadə dildə desən ki, məsələn, biz Ağdarədəydik, getdik, deməli, seçki ərəfəsi idi, o 2008-ci il idi. Cənab Prezidenti təşkilatına aparmalar, 2008-ci il seçkilərində. Bir ağsaqqal çıxdı, dedi, bura baxın, gəlin, siz də özünüzü yormuyor, biz də özümüzü yormuyor. Onsuz da, siz nə deyirsiniz də, biz öz fikrimizdəyik. Bizim bu kişiyə borcumuz var. Onun atası Heydər Əliyev bizim kəndə Xızın Ağdara kəndidir. Ucqar bir kənddə 15 dənə kənddir. Maraqlansanız görəsiniz. Deyir ki, bizim bu kişiyə borcumuz var. Özü də belə, qoca kişidir də. Deyir ki, bizim babalarımızla kim kənddə sürgün olunur. Sürgündən deyir, Heydər Əliyev gətirir, burada məzarını, burada dəfn elətdirir. Ona görə də bizim bu kişinin özünə də, oğluna da, nəvəsinə də borcumuz var. Yəni, nə qədər bu kənd vardır, bu cəmaat vardır, bu bizim bu tayfa vardır. Bizim Heydər Əliyevə borcumuz var, onun yerini yetirəcək və səs verəcək. Xahiş ediyor, özü yormuyor. Yəni, başqa, bizə gəlinizi burada alimlik eləməyə lazımdır. Yəni, demək istəyirəm, yəni ki, qardaş, kəndlə kənd dilində danışmalısan, çobanla çoban dilində danışmalısan. İndi çoban olmaq o demək deyil ki, bunun səs seçkilərdən uzaqlaşdırılsın. Xeyr, onun səsi bəlkə də bir tayfasının səsidir. Ona görə də, onu ələ almaq üçün, onun dilində danışmağa bacarmalısın. Akademik dildə, bəli, akademiya ilə görüşdə, alimlərlə görüşdə, oturub akademik dildə danışar. Nə formada deyilsin? İndi gənclər başa düşmək üçün gərək gənclərin dilində danışmağa bacarmalısın. Gənclərə çox təzyiq eləyərsən, deyək ki, bir dəqiqə xahiş edərəm. Siz zəhmət olmasa da biz yorulduq, biz gedirik. Biri durub çıxsa qapıdan, o deməkdir ki, yəni şərəşlər zəhmət olmasa yiyək. Ona görə də o ziyət aparıb çıxartmıyor, o ortama belə deyək. Kimin sualı varsa buyursun, qani elədi mənim cavabı. Buyurun. Salamlayıram hər kəsi, ikimizi auditör edərək hər kəsi bir də baxmaz sizi, dinləyəm sizi. Bir sualım var. Mən düşünürəm ki, bugün bir şəkər natil olmaq üçün, gözəl diksiyada olmaq üçün, bəzən belə bir çox mütaliələr eləyin, kitablar oxuyun. Misal üçün, mən özüm misal getirəcəm. Mən özüm tibb sahəsində çalışıram, Neçaran Mərkəzi Xəstanəsində. İstəyirəm, kitabları oxuyuram və yəni kitabı bir o qədər yaddaşımda saxlaya bilmirəm. Amma belə bir təlimlərdə, hər hansı bir çıxışlardan götürdüyüm kəlmələr mənə daha önəmli olur, yaddaşımda qalır. Düzdür, tibbi nöqteyi nəzərdən düşünsək, bugün kitab oxumaq Alzheimer xəstəliyinin qarşısını alır, yaddaşı bərpa edir, deyə bilərik. Amma düşünürəm ki, mən özüm belə bir sual vermək istəyirəm ki, nə dərəcədə düzgündürmü, daha çox kitab oxusaq, mütaliələr etsək, diksiyamızı gözəlləşdirə bilərik. Hər hansı bir şəxslə danışanda subordinasiya qaydalarını pozmamağa çalışarıq. Yəni, o barədə bilmək istəyirdim ki, fikriniz önəmli olar. Çox sağ olun, çox sağ olun. İlk növbədə qeyd edeyim ki, sizin elə diksiyonunuz normaldır. Baxın, ona baxıram ki, siz tam fikirlərinizi satıra bildiniz, tələffüzünüz də qəşəngdir. Mütaliədə eləyirsinizsə, ümumiyyətlə qeyd edeyim ki, mütaliə bizim üçün, uşaqlarımız üçün, gələcəyimiz üçün çox lazımdır. Mütaliə bu, belə deyək də, bütün nə qədər, hər bir insan nə qədər çox mütaliə edirsə, deməli, onun dünya görüşardır. Onun analitik qabiliyyəti vardır. Bu da ağılla alır. Yəni, sən mütaliə etdiksən, sənin analiz qabiliyyətin artır. Bunun deyək ki, söz bazan artır. Natiklikdə ola bilsin ki, o söz bazanından istifadə edə bilərsən. Məsələn, bu sənin üçün faydalı ola bilər. Amma deyim ki, mütaliə eləyib, sırf ancaq mütaliə edib natiklik edəcəksən, bu əzbərçilikdir. Yəni, adamın özündə analiz qabiliyyəti olmasa, o da ki, özünü tərbiyə eləməklə, beyni bir şüuru tərbiyə eləməklə onu qazana biləcəksən. Yəni, onu özün beynində analiz edəcəksən, beynində o müzakirə edəcəksən, hətta istəsən bir, yenə deyirəm, güzgünün qabağında da özünü yoxlaya bilərsən və bunu bacaracaqsan, yəni, mütaliəni
yalnız o formada çıxışa, məruz eləməyə təsir ola bilər. Amma belə də sizin hiss edirəm ki, yəni diksiyası da yaxşı idi, natiqliyiz də pis deyildi. Hətta bəzi yerlərdə çıxış eləmə imkanlarınız var. Elə biləm ki, Yanızın partiyası orada təqdir keçiləndə sizdən istifadə edəcək gələcəkdə. Normal çıxış elədiniz. Salamlarım, hədəniz birdən xoş gəlmişsiniz. Mən bildirmək istəyirəm ki, auditoriya qarşısında və digər hədələr söhbət edəndə, nitq edəndə fikrin dolması, fikrin itməsinin qarşısı necə olar? Mən sizə deyim, çox sağ olun suala görə. Fikirlər niyə dolmur? Adətən fikirlər auditoriya tutanda, zal tutanda adam. Yoxsa fikir niyə dolmur ki, sizin fikrinizi artıq formalaşdırmışsınız beyninizdə və onu ifadə edəcəksiniz. Sadəcə olaraq zalın bir tutumu var. Deyirlər ki, auditoriya tutdu, zal tutdu. Bir də görürsən ki, bir dənə tələbə gedir, əzbərləyibdir, əziyyət çəkib, öyrənib, gəlir müəllimin qarşısında tormuzlanma gedir. Beyində bir anlıq tormuzlanma gedir, o ortam tutur və yaxud da ki, həyəcan. Həyəcandan, indi də həyəcanlı edim. Məsələn, biraz həyəcanlı edim. Yəni, onun üçün birinci həyəcanı özündən götürməlisən. Yəni, fikirləşməlisən ki, bu da mənim kimi bir insandır. Bunun da elə bir məndən bir qeyri-adi, həqiqətən. Yəni, birinci psixoloji özü hazırlayırsan ki, məsələn, oturmuşum Bəhruz müəllimdən, o da bir vətəndaşdır, sosial-psixoloji varlıqdır. Bu da mən oxusam, bəlkə də mən də özümdə çalışsam, mən də sabah bir media qrupunun rəhbəri olacağım və yaxud da bir nazir ola bilərəm. Heç kim deyə bilməz ki, siz sabah kim olacaqsınız. Yəni, ona heç kim garanti vermir ki, siz aşağı gedəcək, yuxarı. Amma sizin bacarığınızla o yolu, cəmiyyətdə öz yerinizi tutacaqsınız. Ona görə də psixoloji cəhətdən birinci özünüzü ona hazırlayın ki, həyəcanlanma yox, onun üçün kamera qarşısında durursunuz bir-iki dəfə durub kimisə, denə ki, məndən bir sual ver, mənə bir maraqçı rəfiqələrindən birinə. Denən ki, telefonla məndən bir müsahibə götür. Sonra telefonla ona qulaq as. Orada qüsurları görəcəksin. Yəni, kamerayla çəkib, təzdən, indi mən bu qədər, belə deyək, sizinlə neçə saatdır, artıq burada biz bir formada bir çıxış edirəm. Yəni, sizinlə həm ünsiyyətdir, həm də çıxış deyirəm, bunun özü. Yəni, bu bizim elə dərsimizdir. İndi mən kamerada baxsam, özümdə o qədər qüsurlar tapacağım. Mən dəfələrlə, hələ o ilkin vaxtlarda, mən adresa 30 yaşından belə deyək də, sırf rəhbər kimin, rəhbər statusunda, ekspert kimin, bütün tədbirlərdə, partiyanın tədbirlərində çıxışlar eləmişəm. Yəni, bu təcrübəyə əsaslanır. Bir də psixoloji vəziyyətdir. Bir də özünün üstündə işləməlisən. Yəni, bir dənə çəkib kamerada baxsan, hətta əvvəllər, məsələn, bu da bir nüansdır. Məsələn, foto çəkiləndə mən heç vaxt üzrdən belə, biraz çox səsən, poza verə bilmirəm. Yəni, baxırdım ki, fotolarda ya belə düşmüşəm, ya belə düşmüşəm, ya belə düşmüşəm. Yəni, bu dərsdir. Yəni, bu da bir seminarımızın bir hissəsidir. Bu bədən dili dediyimiz odur. Yəni, bir məqamda görürsən ki, o, məsələn, çəkir səni, sən istəyirsən ki, üzdən də daha normal görünəsən, sən o şəkildə istifadə edəcəksən sabah, və yaxud da qəzetdə verəcəklər, agendiyə verəcəklər, televiziya verəcəklər. Yəni, bir dənə müasib tutmalıdırlar ki, səndən istifadə edəsin də şəkildən. Məsələn, ona görə danışa-danışa bir anda fikri orayı toplayırsan, hiss olunmur. Zal onu hiss eləmir. Amma özün bilirsən ki, sən poza verdin, sonra qayıtdın. Bu da bir psixoloji məqamdır və özünü ona hazırlamalısan ki, mən bu etapı keçməliyəm. Yəni, bu mərhələni özüm üçün təqdim edib keçməliyəm. Onun üçün yenə deyirəm, kameranın qarşısında dur. Əgər istəyirsiniz gələcəkdə, özdə niyə də olmasın? Məsələn, siz gəncsiniz, sizin bu dəqiqə inkişaf edən vaxtınızdır. Sizin bayaqları qeyd elədik, rəqəmsal mediada da, sosial şəbəkədə də biri var ki, özünüzün və yaxud da ki, qeyri-etik bir şeyləri Allah eləməsin, kimsə yaysın. Biri də var ki, sən özünlə bağlı, vətənlə bağlı, rayonla bağlı, sosial saxlar, filan şeylər reklam edəcəksən, filan şey edəcəksən və yaxud da çıxış edəcəksən, elə bir yerdə işləyə bilərsiniz ki, sizə elə bir məruzə verirlər, cənab prezidentin qarşısında çıxış eləmək şansı verirlər. Bir qonaq gələr, deyəcəklər rayona,
baxacaqlar, deyəcəklər ki, elə siz çıxış eləyin. Fotogeniklisiniz, ola bilər, bir dənə də belə deyək, dini, inansız, başı bağlı bir xanım çıxış eləyin. Mən səsini deyirəm. Və ona hazır olmaq lazımdır. Və bütün suallara da hazır olmaq lazımdır. Ona görə ki, suallar bir də özünüzə, o bir məsələ var, yanılmasa Aristotelin sözüdür. Deyir ki, özün özünə müdür adam odur ki, ağıllı adam odur ki, özü-özünə suallar verir, o sualları deməli cavablandırır. Beynində analiz edir. Məsələn, siz indi burada əyləşmişsiniz da, yorucu deyilsə, bir dənə nüansa bir sual verim, görüm kim nə fikirləşir. Məsələn, biz hamımız bildiyimiz məhəbbət nədir, sevgi nədir, eşq nədir? Yox, bu da özdə ünsiyyət vasitəsidir və bizim dərsimizin bu bizim seminarımızın ən gözəl hissələrindən biri də bu, yadıma düşmüşən deyil. Yəni, bu sualı özünüzə versəz, bu suallara cavab versəz, görərsiniz ki, məhəbbət insana doğuşdan verilir. Musiqiyə məhəbbət, atiyə məhəbbət, bəli. Məsələn, siz qarşılıqsız da, bu mənə yüklənib deməm ki, mən öz anamı sevməliyəm. Doğuşdan beri belə o demək. Məhəbbət, indi mən izah edəcəm, sizi qısa eləyirəm ki, yorucu. Bu, çox böyük bir anlayış olan, bunlar sizə deyim, sözlərdir, terminlərdir, fikirlərdir. Yəni, buna istəyən termin kimi bax, istəyən söz kimi bax, istəyən anlayış kimi bax. Yəni, ona görə ki, o qədər böyük bunun açması var ki, biz adi belə baxdım, bir də belə üzr istəyirəm mən, yəni bu bizim həyatımızda, gündəlik həyatımızda olan mövzudur deyirəm. Deyir ki, aşkım nədir? Sən bilirsənmi ki, aşkım nədir? Harada işlənməlidir bu söz bilirsənmi? Yox. Sevgi nədir bilirsənmi? Məhəbbət nədir bilmirəm, amma deyirsən ki, mən səni sevirəm. Balava da deyirsən, uşaqva da deyirsən, ataba deyirsən, ata mən səni sevirəm, amma səni sevirəm. Amma harada məhəbbət, harada sevgi, harada eşqdir? Məhəbbət doğuşdan verilir insana. Yəni, doğanda, artıq, anadan olanda o hisslər sənə verilir. Bu bir hissdir. Və məhəbbət, elm deyir ki, məhəbbət, hər şeyə məhəbbət ola bilər. Musiqiyə məhəbbət, əsər çəkməyə məhəbbət, kitaba məhəbbət, mamiyə məhəbbət, nə bilim, hər şey, məhəbbət fərqlidir. Sevgi qarşılıqlıdır. Sevgi birinin digərinə olan qarşılıqlı hissidir. Sevgi. O deməkdir ki, uşağa deysəni, mən səni sevirəm, o desə, ana, mən də səni sevirəm. Və yaxud da, ata, mən səni sevirəm. Bala, mən də səni sevirəm. Bu qarşılıqlı hissdir, sevgi. Eşq isə, yəni, bu artıq səmavi, bədəndən çıxmış ruhi məsələdir. Bu artıq ruhi məsələdir. Yəni, mənim vətənimə də eşqim deyir ki, məsələn, eşq deyəndə vətəni də dedik, biz vətənimizi sevirik. Mən eşqimlə sevirəm. Yəni, ruhi artıq bədəndən çıxıb. Sevgi, məhəbbətlə eşqinin ortasında bağlayıcıdır. Elə deyil. Nəsə, sizi yordum, üzr istəyirəm. Yəni, bu da bir təmasdır. Yəni, o sualları özünüzə versəz, adicə bir, məsələn, mən kiməm, mən, özünüzü, mənliyinizi, yəni, mən sosial psixoloji mənəm, kiməm, nəçiyəm, neyirəm, necə düşünürəm, necə davranıram, təcrübəm nədir, nəzəriyyəm nədir, adi sözləri özünüzə, bax, o artıq sizi yavaş-yavaş, o beyninizi inkişaf elətdirəcək. Yəni, o fəlsəfə filosof odur. Yəni, o hikmətli filosofiya nədir? Hikmətli söz. Yəni, o artıq hikməti tapacaqsın onun içində. Həm də beynini inkişaf eləyəcək. Deməli, alimlər, bir alim mənə söhbət ciddi alimlə gedir, elə sənətli alimlə getmir. Bəhruz Quliyev getdi, müdafiə oldu. Böyük alimimiz Bəhruz Quliyev, xeyr. Alim kəşflə məşğul olmalı, araşdırmayla məşğul olmalı, analizlə məşğul olmalı. Yəni, elmi araşdırmalarla məşğul olan alim, yaşına baxın onun, özdə alimlər ancaq oturaqla məşğuldur da. Nə idman eləmirlər, nə voleybol oynamırlar, nə futbol oynamırlar, nə karate ilə məşğul olurlar, nə şeylə məşğul olurlar. İdmanla qaşınırlar, oturaq işlə məşğul olurlar. 80'i keçiblər.
Siz oturun bir-bir elə-belə Avropa alimləri, yaşlarında söhbət həqiqi alimdən gedir. Dünyada praktikasında da, Azərbaycan praktikasında da. Bu onu göstərir ki, şuurun inkişafı, analitik düşüncə daha çox yaşadır insanı. Nəinki fiziki. Praktika bunu deyir. Demək istəyirəm, şuurunuzu nə qədər inkişaf elətdirsinizsə, bir o qədər də sağlam olasınız. Amma idman da sağlamlığın rəyini, idmanı da buraxmayın, bir mənalı olur. Amma beynimizi həmişə inkişaf elətdirir. Çox sağ olun. Əgər başqa sual varsa, buyurun. Təşəkkür ederim. Mən xanımın sualına əlavə Buyursun. etmək istəyirəm. Siz fikir verin, bu naqilik qabiliyyəti bacarığı olan insanlar hər biri demək olar ki, ictimai şəxslərdir. İctimaiyyət arasında olan bütün ictimai proseslərdə iştirak edən insanlar həmişə rahat sərbəst öz fikirlərini ifadə edə bilir. Yəni, məndən də sizə tövsiyə bu ictimai proqramlarda mütləq iştirak edin ki, o həyəcan hissi aradan gəlsin. İnsan tək qalanda, tək olanda həyəcanlanır. Amma ictimaiyyətin içərisində olanda, daim ictimaiyyət arasında olanda, belə proqramlarda iştirak edəndə həyəcan hissi istər-istəməz aradan çıxır, sosiallaşır. Məsələn, belə deyək, mən bir sizə misal deyib, bugün biz sizin qarşınızda daha rahat çıxış edə biliriksə, sabah mənə desələr ki, Cənab Prezidentin qabağında böyük Edərlər mərkəzində Bakıda çıxış eləməlisə, mən özümə də istərsiniz daxtamaq. Həyəcan hissi verəcək. Ona görə də daim ictimaiyyətin içərisində olmaq, ictimai proseslərin içərisində olmaq lazımdır ki, bu hissi aradan qaldırılsın, həyəcan hissi olmasın. Ən vacib məqamdır. Bir də çalışın özünüzdə özgüvən hissini formalaşdırın ki, o mütləq insana lazımdır. Özgüvən hökmən lazımdır. Çox gözəldir bu. Hökmən lazımdır. Yəni özgüvənli olmasaq, özünüzə inam olmasaq, siz heç şey edə bilməzsiniz. Ona görə də müəllimin sözünü deyib, birinci psixologiyadan özünüzü hazır edib, düzdür, təlimlər, ictimai tədbirlərdə iştirak etmək vacibdir. Əgər özünü inkişaf elətdirməksinizsə bu sahədə hökmən lazımdır. Bir də sözsüz ki, hazır olmasını istəyənlər bu suala da, çıxışa da qeydlərin olmalıdır. Qeydsiz Edəyev kimi bir şəxsiyyət, Cənab Prezident kimi böyük bir insan, yəni deyim ki, daha insan, lider, hətta bir tədbirə gedəndə, bu tədbirdə hansı auditoriya ilə görüşəcəksə ona uyğun və nəyi deyəcəksə ona hazırlaşır. Yəni belədir. Əgər mən hazır olmasam, mən heç vaxt, mən bilirdim ki, bura gələcəm, düzdür, bunlardan istifadə eləmədim, mənim üçün ayrı gündəlik həyatımdır da. Amma özüm üçün qeyd götürmüşdüm. Mən fikirləşdim ki, mən bu qeydləri özüm üçün edeyim ki, necə ki, məsələn, çıxışında mən bilirsiniz, partiya tədbirlərində, məsələn, təşkilatda iştirak edəndə bir də gördüm, gedirdim böyük alimlərlə zaten, həqiqətən də bizim Səlahattin Xəlilov, böyük filosof idi, Şahlar Əşərov, həm partiyanın tarixində təşkilatlanmasında, həm də yəni alim idi, həqiqətən də filosofdur. Şahlar Əşərov, Nizami Xudiyev rəhmətli televizyanın sədri. Onlarla gedirdim bir yerdə təşkilata, mən də cavan, belə baxanda bunlar alimlər zaten. Özdə həm mən cavan olduğuma görə ən sona salırdılar. Fikirləşin ki, alimlər 5 dənə alim danışıb, hər şeydən danışıblar, həm də zalyorlu. Sonra da məni salırdılar. İnanın ki, məni gücləndirən onlar oldu. İndi fikirləşdim ki, hansı məqamı deməyib özdə qeyd edib, aha bu tutdu. O onu dedi, onlar onu dedi, onu dedi, bunu deməli bunu tutdum. Onu deməli, fikirləşdim 4-5 nəfər hərəsindən bir dənə nüansı olurdum ki, həm yorucu olmasın, həm fikir ifadə eləməliyik, həm təkrarlanmamalıdır fikirlər, çıxışda bir-birini vurmamalıdır. Həm auditoriya yorulmamalıdır, artıq insanlar bezməməlidir. Həm də indi sən bunların hamısını cavan, gəlir səni eşitmək üçün gələk yeni bir şey deyəsən də, nə deyəsən? Ona görə bu şeylər də yetişdirir, o təcrübə məsələsi var. Nəsə, sağ olun. Buyurun. Kiminsə əlavə sual var? Çox sağ olun bir daha. Sizi yordumsa bağışlayın. Əlbəttə hökmən lazımdır. Bir daha sizə öz təşəkkürümüzü bildiririk. Həm mənim təşkilatı adından, həm kollektiv adından, həm gənclərimiz adından. Hətta dəyərli vaxtınızı ayırdığınız gənclərimizə öz tövsiyələrinizi, məlumatları veririk. İnanıram ki, gənclərimiz sizə xoş olur. Davamlı olsun, inşallah sizin Evropa görüşlərinizdə də gözləyəcək tədbirlərimizdə. Bir daha təşəkkür. Çox sağ olun, minnətdarım, çox sağ olun. Mən də çox sevindim belə gözəl auditoriyada və pozitiv enerji. Sizə əgər mənə enerji verməsəydi, sözün əsl mənasında deyirəm, ciddi deyirəm. Yəni, mən belə etika xatirinə gəlmişəm, öz standart çıxışımı eləyib çıxıb gələcəm. Amma girdim, baxdım ki, pozitiv bir enerji hava var, səmimi, özdə gördüm ki, hamı qulaq asmaq istəyir, açıq deyil. Yəni, baxdım ki, hamı qulaq asmaq istəyir. Dedim, fikirləşdim ki, yəqin ki, onlar da xoşladılar və ona görə də çox sağ olun.